Bildiyim qədər sizin qələminiz də var, yəni özünüz yazsınız bir çox ifalarınızı. İstəyərdim o əlyazmalarınızdan hər hansısa birini səsləndirərdiniz bir şeir formasında. Baş üstə. Mən ümumiyyətcə yazdığım ilahilərin bir çoxunun sözlərini və musiqisini öz ruhuma, öz belə deyək də, bacarığıma sığışdırıb çalışıram. Mövzunu da düşünüb adam hansı mövzulara daha çox zərurət var, ehtiyac var. O mövzuları ruhuma yaxın çalışıram ki, musiqisini, sözlərini yazım və ifa eləyim. İnşallah bir faydalılıq olsun. Amma ümumən hərdən də Əhl-i Beyt əleyhissalamdan, ümumi ictimai mövzulardan da bacardığım qədər şeirlər yazıram və o yöndə də fəaliyyət göstərirəm. Və son yazdığım şeirlərdən biri var, Qərib. Qərib. Qərib şeiri var. İnşallah onu səsləndirərəm. Tamaşaçılarımız, söz xiridarları və sözə marağı, həvəsi olan əzizlərimiz dinləyərlər. Bu fani dünyada gəldi gedərəm. Qəribə məkanda qəribəm, qərib. Yolumu azarsam mən nə edərəm? Çovğunda, dumanda qəribəm, qərib. Görünən komanı görən də yoxdur. Sökülən hasarı hörən də yoxdur. Qapımdan içəri girən də yoxdur, ayanda sayanda. Qəribəm, qərib. Şahların ünvanı dünya deyilmi? Şahların ünvanı dünya deyilmi? Aldadan insanı dünya deyilmi? Dünyanın hər yanı dünya deyilmi? Olsam da hayanda qəribəm, qərib. Qırışı qaşının üstündə olur, tüstüsü başının üstündə olur, kamillik yaşının üstündə olur. Kim qərib olanda qəribəm, qərib. Aca yardım etmir, tox qəribədir. Çıxıbdı yayından, oh qəribədir. Çoxalıb qəriblər, çox qəribədir. Dərdləşdiyim anda qəribəm, qərib. Köksümdə döyünüb darıxır ürək, əssə də gətirmir ətrini külək. Zamanın sahibi gəlmirsə demək, mən də bu zamanda qəribəm, qərib. Qəriblər diyarı qəmə bürünüb, nura getməyən yol zülmətə dönüb. Haqq yolunda Vasif, işıq görünüb. Demə bu cahanda qəribəm, qərib. Demə bu cahanda qəribəm, qərib. Allah qələmimizə bərəkət versin, gözəldir. Allah razı olsun, təşəkkür edirəm. Həqiqətən elə Əhl-i Beyt məddahının Allahın bir lütfüdür ki, həm özü yazır, həm özü bəstələyir, həm özü oxuyur. Yəni bu hər kəsə nəsib olmur. Allah razı olsun.